Sevinç xanım mənə sual ünvanlayıb ki, Afət Fərman qızı Vəfa Şərifovadan nə istəyir? Bezmişik deyir bunların qalmaqalından. Məncə bir balaca yayın istisinə düşmüsünüz Sevinç xanım. Sualı tərsinə qoymusunuz. Siz sualı belə qoymalı idiniz ki, Vəfa Şərifova Afət Fərman qızından nə istəyib? Sevinç xanım belə də cavab verə bilərdim əslində. Sən ki sualı ünvanlamısan, Afət Fərman qızı Vəfadan nə istəyir? Bezdik bunların polemikasından. Düşünmədimmi ki, Afət Fərman qızı da belə cavab verər ki, o zaman sən Səidə Bəkir qızından nə istəyirsən? Hələ hansı Səidə Bəkir qızından? Ondan bundan səhv salmayın. Əxlaqı ilə, davranışı ilə, danışığı ilə nümunəvi bir xanım olan və hər zaman da həqiqətləri söyləyən, baxmayaraq zaman-zaman onun dediyi məsələləri kontekstdən çıxardıb, bilmirəm niyə belə edirlər, amma ağlı başında olan hər bir ziyalı insan, fərqi yoxdur, ağlı başında olan insan başa düşür ki, Səidə xanım vətənpərvər xanımdır. O cür xanıma sən sosial şəbəkədə demədiyin qalmadı. Sevinç xanım, sənin müdafiə etdiyin Vəfa Şərifovanın banditlərlə əlbir olub məni hədələdiyindən xəbərin varmı? Rusiyada cinayət işi qaldırılıb bu məsələ ilə bağlı. Yaxında özün şahidi olacaqsan toy sezonu başladıqda inşallah. Hətta sabahları saat Bakı vaxtı ilə 8-də mənim canlı yayınıma qoşulun TikTokda və Instagram üzərindən. Əsasən TikTokda. Birdən Instagramda canlıya gələ bilmərəm. TikTokdan izləyin. Vəfa Şərifovanın atası yaşda Mansur bəyin həm mahnısını oxuyub, həm ona ədəbsiz sözlər ünvanladığını Mansur bəy sərgiləyəcək canlı yayımda. Həm mahnısını oxuyub, həm özünü küçə söyüşləri ilə təhqir edib. Sənin təriflədiyin Vəfa Şərifova. Onları da faktlarla göstərəcəyik. Nə olsun, o vaxtı mən böyük sənətkarımız Flora Kərimova ilə məhkəməli işimiz olanda o məni vermişdi məhkəmə. O zaman sənin kimi adamlar gündə bir video çəkirdilər. Axırda nə oldu? Axırda haqq, ədalət qalib gəldi, mən bəraət aldım. Yəni, sən məhkəmə deyilsən ki, mən sənə faktlarla cavab verim. Faktlar aidiyyatı qurumlara təqdim olunacaq. Sonda onu qeyd edim ki, Səidə Bəkir qızı ilə mənim bir komment polemikam olmuşdu. Mənim ünvanıma bilmədiyi bir məsələyə komment yazmışdı. O isə namus qeyrətlə bağlı olmadığı üçün mən heç onu yadımdan da çıxartmışam, xatırlamıram da. Amma konu Sevinç xanım, sizin Səidə xanımın ünvanına səsləndirdiyiniz 2 gün sonra nədənsə belə bir balaca o məsələləri yumuşaqlığa doğru fikir dəyişməyiniz olan məsələlərdən gedirsə, mən tanıdığım, biz tanıdığımız Səidə Bəkir qızı bu məsələni mən düşünürəm ki, mütləq hüquqi müstəviyə daşıyacaq. Sevinç xanım, o zaman mən də bax, sizin çəkdiyiniz video kimi bir video çəkib bugünkü günü sizə xatırladacağım.